Salam əziz izləyicilər. Belə bir maraqlı median sualının həllinə baxaq. Deməli, üst bucağın iki tərəf verilib, 2 kök 5, 6. Medianlar verilib, BY, AD. Medianlar bir-birinə perpendikulyardır. Soruşur ki, AC tərəfini tapın. Deməli, belə bir qayda var ki, iki median bir-birinə perpendikulyar olduqda, medianların çəkildiyi tərəfləri A və B adlandıraq. Üçüncü tərəfi x adlandıraq. Belə bir düstur var. 5x kvadratı bərabərdir. Deməli, a kvadratı üstə gəl b kvadratı. Buraları n deyib Pifaqor teoremindən bu düsturu ispat etmək olar. Bir yol bu düsturlandır. Bu düstur çox məşhurdur. İndi x-in yerinə biz aparıb 2 kök 5 qoysaq, deməli 5 vur 2 kök 5-in kvadratı bərabərdir a kvadratı üstə gəl b kvadratı. A-nın yerində bizdə 6 durub, kvadratı 36, b-ni də bilmirik, onu soruşur. Tapaq. 2 kök 5-in kvadratı 4 vur 5, 20, 20-ni 5-ə vuram 100, 100 bərabərdir 36 üstə gəl b kvadratı. İndi buradan b kvadratını tapaq. 36, 100 çıxı 36, 64, b olur 8. Başqa bir yolla yazaq, ikinci bir yol kimi. Deməli, Y və D orta nöqtələrdir. Orta nöqtələri gördükdə bizim ağlımıza orta xətt gəlir. Gəlin buradan bir orta xətt çəkək. Orta xətt paralel olduğu tərəfin yarısıdır. Bura 2 kök 5 olduğuna görə burada kök 5 olur. Həmçinin tərəf də yarıya bölünüb 6-dırsa bura 3, 3 yazmaq olar. Dördbucaqlılar bölməsində belə bir qayda var idi. Diagonallar perpendikulyar olduqda dördbucaqlının qarşı tərəflərinin kvadratları cəmi bərabər olurdu. Yəni 2 kök 5-in kvadratı ilə kök 5-in kvadratını toplayıb, 3-ün kvadratı ilə burada bir m deyək, kvadratını toplasaq bir-birinə bərabər olar. 2 kök 5-in kvadratı üstə gəl kök 5-in kvadratı bərabərdir m kvadratı üstə gəl 3-ün kvadratına. Buradan m-i tapaq, 2 kök 5-in kvadratı 20, üstə gəl kök 5-in kvadratı 5 bərabərdir m kvadratı üstə gəl 9. O zaman m kvadrat bərabərdir 25 9, 16, m bərabərdir 4. Burada 4 olanda, burada 4 olur. Onda bütöv B məsafəmiz 2 dənə 4, yəni 8 edəcək.